Günlərin birində çox əsəbi bir ata deyilən tərzdə Target şirkətinin mərkəzi ofisinə daxil olur. Target şirkəti dünyanın ilk üçlükdə olan pərakəndə ticarət şəbəkəsidir. Ata Targetin mərkəzi ofisinə daxil olur və əsəbi şəkildə deyir: "Siz burada nə ilə məşğulsunuz? Mənim qızımın hələ 18 yaşı təzə tamam olubdur. Sizin göndərdiyiniz məhsullara əsasən güya mənim qızım hamilədir. Siz burada nə ilə məşğulsunuz?" Targetdəki işçilər atanı dinləyirlər, ondan özür istəyirlər və deyirlər ki, üzr hesab elə də qardaş, olan şeydir, bir qələt eləmişik, gəl əvəzində sənə 10% skitka verək. Ata marketdən çıxır, mərkəzi ofisdən çıxır və evə gedir. 2 gündən sonra ata bilir ki, onun qızı həqiqətən də hamilədir. Təsəvvür edin. Belə çıxır ki, Targetin analitikləri, Targetin informasiyanı emal edənləri atadan, anadan, valideyndən daha tez bilirlər ki, evdə hamilə insan var. Bu necə olur? Bu necə mümkündür? Biz bugün sizinlə dünyanın müasir dövrdə ən çox istifadə edilən, Google Search-də son 3 ildə həndəsi silsilə ilə artan bir termin barədə, Big Data barədə informasiya vermək istəyirik. Ümumiyyətlə, hamı iki mən qarşı bildi, bilmədi, biraz hansı ki mövzuda bizim məlumatımız azdır, nə edirik? Başlayırıq o mövzuda çətin terminlərdən istifadə etməyə. Bu çox təbiidir. Hətta mən hesab edirəm ki, o insan ki qəliz danışır, ondan qaçmaq lazımdır. Məsələn, mənim özüm bilməyəndə qəliz danışıram ki, özünüz başa düşürsünüz də. Big Data nədir? Ümumiyyətlə, Big Data-ın yüzlərlə tərifi var. Amma o təriflərdən hamısını belə çıxıb, sizə qısaca mən belə bir tərif verə bilərəm ki, mən hesab edirəm ki, Big Data biznes məqsədi ilə çoxlu informasiyanın, xaotik şəkildə parçalanmış informasiyaların biznesə xeyirli formada sistemli emalı prosesidir. Başqa sözlə desək, Big Data böyük rəqəmlərlə, böyük informasiyalarla biznesə faydalı olan formada istifadədir. Və Target şirkəti ildə 6 milyon dollardan çox özünün biznes analitikasına, daha doğrusu özünün Big Data-lərlə istifadəsinə ildə 6 milyon dollar pul xərcləyir. O, bu prosesin əsas canını Hindistana köçürübdür və oradan müştərilərinin təhlilini həyata keçirir. Müasir pərakəndəçilik, müasir mağazaçılıq müştərilərə yalnız kart verməklə bitmir. Bu günlərin təsəvvür eləyin, Target şirkəti o qədər dərinə gedib ki, müştəri haqqında o qədər çox məlumata sahibdir ki, müştərinin həyatında baş verən proseslər, müştərinin Targetdən aldığı məhsullar, o məhsullardan adətən alan insanların gələcəkdə nələr baş verir kimi proporsiyaları, düsturları qurmaqla Target şirkəti valideynlərindən daha tez hiss eləyir ki, filan mənzildə, filan kartla gələn müştəridə hamiləlik ola bilər və artıq ona hamililər üçün nəzərdə tutulan kataloqlar göndərir. Müasir biznes 21-ci əsrdə, bizim yaşadığımız illərdə artıq belə bir istiqamətə doğru gedir. Bir müştəri, bir segment. Əgər biz əvvəllər Philip Kotlerlərin qalın kitablarından oxuyurduqsa ki, segmentasiya olmalıdır, segmentasiya müştərilərin müxtəlif parametrlərə görə qruplaşdırılmasıdır. Biz deyirdik ki, segmentasiyanın müxtəlif növləri var. Məsələn, coğrafi segmentasiya, demoqrafik segmentasiya, vərdişlərə görə segmentasiya, psixoloji və s. Müasir dövrdə informasiya, kommunikasiya texnologiyaları bunların hamısını, aktuallığını demək olar ki, sıfıra indirir. Müasir dövrdə müştəri haqqında informasiyaların düzgün emal edilməsi nəticəsində bir müştəri bir segmentə çevrilir. Məsələn, artıq bir çox innovativ pərakəndəçilərin belə bir konsepti var. Müştəri mağazaya girdiyi zaman artıq bilinir ki, o müştəri kimdir, onu satıcı öz adıyla salamlayır və ona lazım olan məhsulu təklif edir. Bu çox əslində informasiya kommunikasiyası əsrində bu sadədir. Müasir pərakəndəçilik informasiyaların emalının üzərində işləyir. Mən növbəti bloqda
sizə ümumiyyətlə informasiya kommunikasiya texnologiyalarının, dediyimiz big datalərin və yaxud digər çoxsaylı innovativ proqramların, virtual reallığın və s. köməyi ilə pərakəndə ticarətin dəyişmə trendlərindən söhbət edəcəm. Məsələn, hamınızın bildiyiniz proyektlərdən Amazon Go var, IKEA-nın virtual reallıqla bağlı çoxsaylı proyektləri var, Walmart-ın çox maraqlı, belə demək mümkünsə də, dronlardan istifadə etməklə birbaşa evə çatdırılma prosesi var. Bunların hamısı çox aktualdır. Düzdür, hal-hazırda onların iqtisadi əsası yoxdur. Dolayı yolla, məsələn, Amazon Go layihəsi hələ kütləvi şəkildə tətbiq edilməyibdir və yaxud Walmart-ın tətbiq etdiyi son innovasiyalar hələ bütün mağazalarında deyil də, yalnız konsept şəklindədir. Ancaq mən düşünürəm ki, bu templərlə düşündüyümüz innovativ və ya gələcəyin mağazası, dolayı yolla gələcəyin ticarəti daha əvvəl bloqlarımızda dediyimiz kimi offline ilə online'ın miksi şəklində olacaqdır. Bu özünü bütün sahələrdə göstərəcəkdir, bu özünü bütün sahələrdə tətbiq edəcəkdir və bu günlərin bu innovasiyaları, bu yenilikləri özündə tətbiq etməyən şirkətlər sürətlə gedən qatardan kənarda qalacaqlar. Çox vacibdir ki, bu günlərin necə ki dövlət səviyyəsində ümumdaxili ticari məhsul deyilən bir kriteriya diqqət yetirilir və yaxud hansısa bir mikro səviyyədə şirkət baxır illik rentabelliyinə, investisiyanın qaydışına və s. mütləq qaydada belə bir kriteriya olmalıdır ki, dövlətin və ya şirkətin innovativlik əmsalı, yəni bu şirkət müasir informasiya kommunikasiya texnologiyalarına nə dərəcədə adaptasiya olunubdur, proseslər və s. və s. Mən bu söhbətdə sizə demək istəyirəm ki, gələcək mütləq qaydada informasiya kommunikasiya texnologiyalarından asılıdır və bu gələcək çox da uzaq gələcək deyil. Biznes elə bir sahədir ki, müştəri üçün rahat olan hər şey tətbiq ediləcəkdir və mən hesab edirəm ki, biz çox tezliklə Azərbaycanımızda da dediyimiz innovasiyaları tətbiq edən şirkətlər görəcəyik. Əmin olun, bu şirkətlər məmur bizneslərindən çıxmayacaq. Bu şirkətlər, bu innovasiyalar məhz özü sıfırdan biznes qurmuş, özünü inkişaf edən şirkətlərdən çıxacaq və burada heç bir şəkildə əsas kriteriya investisiyanın çoxluğu deyil. Düzdür, bugün dünya səviyyəsində olan innovativ addımlar, şərti Amazonlar, şərti Walmartlar böyük büdcələr hesabına bunu həyata keçirir. Onların əlində böyük maliyyə rıçaqları var. Ancaq mən hesab edirəm ki, Azərbaycan kimi ölkələr o böyük innovasiyaları görüb, daha xırda miqyasda onları benchmarking etməklə sektor liderinə çevrilə bilən şirkətlər olacaqdır və bizim Azərbaycan şirkətlərinin bunu Azərbaycan daxilində etməyə böyük potensialı var və inandırıram sizi çətin deyil. Biz növbəti bloqlarda bu haqda daha ətraflı söhbət edəcəyik. Hələlik isə əsas tövsiyəmiz odur ki, hər bir biznes özünün informasiya kommunikasiya texnologiyalarına inteqrasiya əmsalını təyin etməlidir. Çox sağ olun, çox minnətdaram. Nəsə alınmırsa, sizin nəsə çətinliyiniz varsa, mütləq qaydada güzgüyə baxmaq lazımdır.